Nə alıbsan yenə? Özüm boyda paket daşıyırdım. Ən önəmlisini ən axıra saxlayıram. Krem qabı. Niyə önəmlidir? İzah edirəm krem qabı. Çünki buradan belə basıb çıxarırsan kremi. Yəni kremin içinə dəymirsən. Gigiyenik. Pimple patchlər almışam. Kakras. Qızlar yaxşı bilir, onu heç ilə qapatmaq mümkün olmur yəni. Nə iynəsən də daha çox gözə batır. Ona görə önemlidir. Önemli değil mi? Önemlidir. Ətir üçündür. Ətirim qabı yekədir, onu hərəsə apara bilmirəm. Amma bunu hər yerə apara bilərəm. İstədiyim vaxt. Əvvəldir, mütləq. Hər qadına lazım değil mi bu? Hamıya lazımdır, kişiyə də lazımdır. Sanki ilk dəfə mən Temudan alışveriş eləmiş kimi danışıram. Sanki indi kimi heç kəs bunlardan almayıbmış kimi. Almamışam da mənim üçün təzədir. Bu süt butulkasına oxşaya bilər, amma deyil. Bu mənim misellar suyumun təzə qabıdır. Niyə? Bunu gətirirəm. Misellar suyu budur, məsələn. Bunu hər dəfə buradan tök, yorucu, bezdirici. Amma bura tökəndə bunun ağzında onsuz asetonlarda olan şeydən var bunun ağzında. Belə eləyib pamuğa birbaşa sıra bilərsən. Yəni axotsuz insanlar üçün birə-bir. Neyse, yoldaşım mənə pul vermişdi. Bu dəfə faydalı şeylər alarsan deyə mən də bunu aldım. Bu nədir? Tamam, kameraya oxşur, amma kamera deyil çox. Bu telefonun arxasına yapışdırılan ekran əks etdiricidir. Arxa kamerada insan özünü görmür, özünü görməyəndə də bilmirsən necə çıxacaq video. Bu onun içində. Çoxdan istəyirdim bunu. Bebeğim. İndi önemli değilsə. Değil, önemli değil. Buna da önemli değil demeyeceğiz herhalde. Diş yıyan. Diş flosslarımlar için 1'e 1. 1'e 5, 1'e 10 falan. Bu... iştir. Next! Kisədir. Mən səs həssasiyyətim var. Ən sevmədiyim şey səsdir. Neyse, böyle səs kəsicidir bu. Buna çok ihtiyacım var idi, hava su kimi. Neyse. Emir. Hazırsın. Çok yaxşı oldu. Mənə elə gəlir, yoxsa?